Hər kəsə salam. Səhərimiz açıldı. Uşaqlara süd hazırlayıram ki, içsinlər, nəsə öskürürlər. Burada onlara səhər yeməyi hazırlayıram. Burada isə özümə Herkules kaşası hazırlayacağam. Mən özümə suda eləyirəm. Uşaqlara bişirəndə südlə eləyirəm, amma özümə suda. Belə. Yemək hazır olsun. Uşaqları yetişdireyim, sonra qabları yuyum və başlayaq dərsimizə. Arxa fonda uşaqlar dərsini yazırlar, mən dovğa hazırlayıram. Əvvəllər dovğa hazırlayanda hər bir şeyini qazanın içinə əlavə eləyirdim, sonra qazın üzərinə qoyurdum və qaynayana qədər qarışdırırdım. İndi isə belə daha eləmirəm. Göyərtidən başqa hər bir şeyini əlavə eləyirəm və sonra qoyuram qazın üzərinə. Qazanın içinə taxta qaşığı qoyuram və bir neçə dəqiqədən bir gəlirəm, qarışdırıram və onlar hamısı qaynayana qədər mən göyərti ilə məşğul oluram. Xırda-xırda doğrayıram və bu qarışıq qaynayana yaxın göyərtiləri içinə əlavə eləyirəm və ondan sonra yenə də biraz qarışdırıram, taxta qaşığı içində saxlayıram. Biz dovğanı noxudla olanda daha çox xoşlayırıq. Ona görə mən noxudu da əlavə eləyirəm. Həmişə buzluqda hazır bişmiş noxudu saxlayıram. Misal üçün köftədir, dovğadır ya nəsə başqa bir yeməklər hazırlayanda hansına ki noxud əlavə eləmək olar. Həmişə əlimin altında hazır olur. Biraz kərə yağı, biraz sarımsaq və quru nanə əlavə eləmişəm. Sonda əlbəttə ki duz, yaxşıca qarışdırıram, qapağını bağlayıram və qoyuram ki biraz dinlənsin. Biraz bazarlıq elədim və bunları yerbəyer eləməyənə qədər dedim sizə tez göstərim, sonra yerləşdirəcəm öz yerinə. Burada yumurtadır, yumurta götürmüşəm. Bizdə kənd yumurtası var, toyuqlarımız yumurta verir. Onları səhər yeyirik. Amma bu yumurtaları necə işlədirəm? Şirniyyat bişirəndə, bulka, nə bilim uşaqlara keks, belə şeylər hazırlayanda onda bu yumurtadan istifadə edirəm. Amma belə səhər yeyəndə, səhər yeməyində o kənd yumurtası yeyirik. Sonra yol üstü, yolla keçəndə bir nənə oturmuşdu yolun qırağında və nar 50 qəpiyə qışqırırdı. Əslində elə bildim ki, mənə elə gəlib də. Qızımdan soruşuram ki, həqiqətən o 50 qəpik demişdi. O da dedi ki, hə, mən elə eşitdim. Tez maşını saxladım və narı 50 qəpiyə aldım. Görün nə boydadır. Dedi ki, Göyçaydan gətiriblər. Nə qədər düzgün deyir bilmirəm. Amma inandım və götürdüm. Dedim, əgər bu nar yaxşı olsa, gəlib bir yeşiyi səndən alacağım. Çünki mənim uşaqlarım nar xoşlayırlar və yeşiyi alım, birinci mərtəbəyə qoyacağım. Ora sərindir, xarab olmayacaq. Belə. İndi dedim, tez bunu təmizləyim, baxım görüm içi necədir, şirindir, qırmızıdır, nətərdir, yaxşı olsa gedib alacağım. Amma nənə dedi ki, biraz tez gəl, çünki qutaracaq. Əslində düz deyir, mən alana qədər neçə nəfər maşın saxladı və hamı başladı almağa. Çünki bu dəqiqə nar 50 qəpiyə yoxdur heç orada. 1 manatadır, 1.10, 1.20 belə qiymətlərə görmüşəm mən. 50 qəpiyə hələ ki nar görməmişim. Özü də bu boyda. Görürsünüz nə boydadır. Mənim əlimdən yekədir. Belə nar aldım. Oba marketə girdim. Çörək aldım. Bu uşaqlara ağ çörək, özümə qara çörək. Sonra bir paçka şor götürmüşəm. Əslində bu bizə azdır bir dənə. Mən gərək 2 dənə alaydım. Çünki bunu arada göyərti ilə qarışdırıram və lavaşda bükürəm, qızardıram iki tərəfdən. Çox qəşəng uşaqlar yeyirlər. Amma eyb yox, qoy olsun bir dənə. Sonra yağ götürmüşəm. Mən bu yağdan alıram, xoşuma gəlir. Bir dəfə almışdım, bəyəndim və bundan sonra bunu yeyirik. Çox qəşəngdir, hələ ki yaxşıdır. Hələ ki bu yağı xarab eləməyiblər, yaxşıdır. Ona görə hələ ki bunu alıram. Bunun içində 4 dənə belə upakovka var və belə bir-bir çıxardıram, işlədirəm. Bu arada bu yağ indirimdə olmuşdu. Sonra Rolton aldım. Heç xoşlamıram belə şeyləri almağa.
Amma Murad istədi, xahiş elədi, dedi ki, al. Mən ayda bir dəfə icazə verirəm belə pis şeylər almağa icazə verirəm. Amma ayda bir dəfə, tez-tez almıram. Nə qədər orada durmuşdum, nə qədər başa saldım ki, pisdir, ziyandır, lazım deyil. Xeyir yoxdur. Dedi ki, al, mən istəyirəm. Dedim, yaxşı, qoy olsun. Murad belə şeylərə meyillidir də. Harda pis şeylər var, onu xoşlayır. İnşallah ki, nə vaxtsa düzələcək. 2 dənə almışam, çünki Ceyran onun Muradın əkiz tayısıdır. Və ona görə Murad nə yeyirsə, Murad nəyi xoşlayırsa, Ceyran mütləq həmən şeyi xoşlayacaq. Leyli xoşlamır belə şeyləri. Ona görə Leyliyi almadım. Leyli artıq elə yaşa gəlib çatıb ki, o anlayır da nə pisdir, nə yaxşıdır. Nə yemək olar, nə ziyandır, nə yox. Amma o əkiz balacalar hələ ki başa düşmürlər. Harda pis şeylər var, deyirlər, al, biz xoşlayırıq. Yəni ayda bir dəfə icazə verirəm. Tez-tez almıram. Sonra bir dənə şəkər aldım belə. Düzdür, bu azdı bizə, amma hələlik aldım. Çünki əlimdə pul az idi, kartım boş idi, kasıbçılıqdır və ona görə hələlik bunu almışam. Leyli, nədir? Hihi eləyirsən. Belə bu qədər bravo, obadan almışdım. Bir də burada göstəreyim, semiçka almışdım. 1 kilo semiçka və əlbəttə ki, yanında arahis. Semiçka arahislə qəşəng qızardırsan, qarışdırırsan, axşamlar oturursan, çıtlayırsan. Hamı yazır ki, bu diyetaya aidiyyatı heç yoxdur. Çünki semiçkanı yeyəndə adam kökəlir. Mən semiçka ilə belə yeyirəm, çıtlayıram. Yəni 3-4 dənə belə çıtlayıram da. Çox çıtlamıram. Belə. Nəsə, indi bunları hamısını öz yerinə yerləşdireyim və narı təmizləyim, görüm necədir ki, yaxşıdır, yoxsa yox. Yaxşıdırsa, gedim tez alım, çünki qutara biləcək. Çünki məndən sonra nə qədər adamlar almaq istəyirdi, mənə çatmaz. Əvvəl baxım, görüm bu yaxşıdır, qırmızıdır, şirindir. Aldıqlarımı hamısını yerinə yerləşdirirəm. Tumu isə qəşəngcə yuyacam və sonra duxovkaya qoyacam. Mütləq tumu yumalıyam, çünki çoxlu toz çıxır. Əgər siz də tumu çəki ilə alırsınızsa, onda mütləq onu yuyun. Əvvəllər mən də tumu yumurdum, götürürdüm, sразу qızardırdım və sonra biz çıtlayırdıq. Amma indi уже belə eləmirəm. Bir dəfə orada tozu görəndə nə qədər zirzibil çıxır, onu görəndən sonra belə götürüb çıtlaya bilmirəm. Tumu qəşəngcə yudum və duxovkaya göndərmişəm 150 dərəcəyə. Hər neçə dəqiqədən bir gedirəm, onu qarışdırıram. Çünki qarışdırmasam onda üstü yanacaq, altı isə nəm qalacaq. Və tum hazır olana qədər mən bütün qabları yuyacam. Səhərdən qabları yığmışam, hələ də heç birini yumamışdım. Ona görə indi nəhayət ki, vaxt tapdım. Tez qabları yuyum, rakvinanı boşaldım. Səhər uşaqlarla dərs eləyirik deyə qabları yığıram və günorta hamını yola salıram. Bəziləri əksinə qarşılayıram, yeməyini, içməyini verirəm və keçirəm ev işlərinə. Ən birinci mətbəxi səliqəyə salıram. Çünki bizdən girən kimi mətbəxlə qarşılayırsan və ona görə buranı birinci səliqəyə salıram. Sonra isə keçirəm o biri otaqlara.
Mətbəxi səliqəyə saldım və düşündüm ki, mütləq burada bir şey hazırlamaq lazımdır. Xoşlayıram mətbəx tərtəmiz olanda, stolun üstündə heç bir şey artıq olmayanda xoşlayıram nəsə hazırlayım. Ya salat, ya şirniyyat və qərara gəldim ki, salat hazırlayacağam. Bütün tərəvəzləri hansı ki mənə lazım olacaq, onları qaynatdım, təmizlədim. Qabıqlarını yığıram toyuqlara, amma tərəvəzin özünü əlbəttə ki özümüz yeyirik. Kartoşkanı doğrayacağım, soğanı, sonra çuğundurla kök və turşu mənə lazım olacaq. Hamısını xırda-xırda doğrayacağım, bir qabın içinə yığacağım. Deməli, mən vinegret salatı hazırlayıram, amma məndə lobya yox idi deyə vinegret salatı lobyasız olacaq. Çuğundurum qalmışdı deyə düşündüm ki, çuğundur salatı hazırlayacağam. Mənim uşaqlarım, bir də mən özüm dəhşət çox bu salatı xoşlayırıq. Məsəl üçün nəyisə atışdırmaq istəyəndə çörəyə çuğundur salatı qəşəng yayırsan və onu bəhbəhlə yeyirsən. İki cür salat hazırladım. Bu braçni salat, çuğundur salatıdır. Bu isə vinegret. Qarışıq bütün tərəvəz nə var idi, hamısını qatdım. Lobya olsaydı lap əla olardı, amma lobya evdə yoxdur deyə ona görə bura əlavə eləməmişəm. Bir də bura xoşlayıram bol-bol göyərti olsun. Göyərti də yox idi, ancaq buzlu göyərti var idi. Ona görə biraz az qatmışam bura. Belə. Burada isə özünüz gördünüz də sarımsaqlı salatdır. Bura əlavə qoz da eləyirlər, amma mən qoz qatmadım.
qozsuz da olar. Mənim uşaqlarım bu salatı çox xoşlayırlar. Çörəyə belə yaxırlar və qəşəng belə yeyirlər. Bu aralar xəstəlik dəhşət yayılıb, qızdırma, boğaz, sinə ağrısı. Ona görə özünüzü qoruyun. Çoxlu soğanla sarımsaq yeyin. Mən həmişə uşaqlar yemək yeyəndə yanına qırmızı soğan da qoyuram ki, onu da yesinlər. Çünki xəstəlik dəhşət çox yayılıb. Belə. Salatik indi istidir, aparıb qoyum soyuducuya. Elə kakras uşaqlar məktəbdən gələnə qədər bu soyuyacaq. Yemək görüm nə bişirəcəm uşaqlara. Yanına qoyacağam və bu salatdan qəşəng-qəşəng iştahla yesinlər. Artıq sizinlə sağollaşmalıyam. Ümid edirəm ki, sonuna qədər baxmısınız. Əgər mənim kanalımı yeni izləyirsinizsə, onda sizdən bir xahişim var. Kanalıma dəstək olmaq üçün abunə olun, like eləməyə və rəy bölməsinə bir dənə smaylik saxlamağa unutmayın. Mən isə həmişə kimi hər birinizə can sağlığı arzulayıram. Sevdiklərinizi unutmayın. Biz isə növbəti vlogda mütləq və mütləq görüşərik. Hələlik.